Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammedin və ali Muhammed və əccil vəlikəl fərəc. Hər birinizə Allahın salamı, rəhməti və bərəkəti olsun əziz xanımlar. Sizinlə Quran-ı Kərim dərslərinə inşallah başlayırıq. Allahdan hər birinizə bu işdə uğur və müvəffəqiyyət arzu edirəm. Əziz xanımlar, ümumiyyətlə Quran-ı Kərim dərsləri öyrənmək hər kəsə nəsib olmayan bir nemətdir. İstərdim ki, bu neməti vaxtında və düzgün istifadə edək və sizlərə bir hədislə dərsimizi başlayaq. Həzrəti Peyğəmbər sallallahu aleyhi və aleyhi və səlləm buyurur ki, sizin ən yaxşınız Quranı öyrənən və onu başqalarına öyrədəndir. İnşallah ilk dərsimiz belə olacaq ki, ərəb əlifbası və Azərbaycan əlifbası arasında olan fərqliliklər. Bildiyiniz kimi, Azərbaycan dilində 32 hərf vardır. Bunun əksinə olaraq, ərəb əlifbasında 28 hərf vardır. Azərbaycan hərfləri, məsələn, böyük A, kiçik A deyə yazılır, ərəb əlifbasında isə bu yoxdur. Yalnız hərflər eyni istiqamətdə yazılır və böyük, kiçik deyə yoxdur. Azərbaycan dilində hərflər soldan sağa yazılır, məsələn, bu cür. Amma ərəb əlifbasında bunun əksinə olaraq sağdan sola yazılır. Azərbaycan dilində bildiyiniz kimi 9 sait vardır, siz bunlardan xəbərdarsınız. Amma ərəb əlifbasında isə 3 saitimiz vardır. İ, Ə, qalanlarda A və U. Bunlara isə hərəkələr deyilir, biz isə gələcək dərslərimizdə bu haqda məlumat verəcəyik. Azərbaycan dilində hər hərfdən bir dənədir. Məsələn, A və yaxud da T hərfi. Amma ərəb dilində isə bir hərfdən bir neçə ola bilir. Məsələn, T, Ta və yaxud da Zəl, Za, Zə. Başqa bir özəlliyi də nəzərinizə çatdıraq. Azərbaycan dilində 32 hərfin içərisində 9 saitimiz də vardır. Amma ərəb əlifbasında 28 hərfin hamısı samitdir. Yalnız hərəkələr vasitəsilə sait səsə çevrilir. Bugünkü dərsimiz bu qədər. Allahdan hər birinizə müvəffəqiyyət arzu edirəm. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.